Tibbin unutduğu qadınlar. Bu qadınlar kimdir? Bu qadınlar hər birimizik və bu mövzuda sustuğumuz müddətcə hər birimiz olmağa davam edəcəyik. Əslində Azərbaycanda mən belə bir məlumatlandırma fərqindəlik videosu görməmişəm bu mövzu haqqında. Amma bu mövzunun nə qədər aktual olduğundan danışmaq istəyirəm sizə. Əslində bu bizim qrup yoldaşım Məlikə ilə bizim layihəmizdir. Sadəcə sosial mediada fikirləşdim ki, bu mövzu haqqında danışmaq üçün çox yaxşı bir yerdir. Hansı ki, biz böyük kütlələrə bu fikrimizi, fərqindəliyimizi ötürə bilərik. Mən Əsgərova Solmaz, tibb tələbəsiyəm və bu mövzuda danışmağı özümə borc bildim. Hansı ki, fikirləşirəm ki, bu mövzu çox vacibdir və hər kəsin bu haqda məlumatlı olmasını istəyirəm. Tarixi kontekstdə bu tibbi gender qərəzinin səbəblərini araşdırmaq istədim. Gördüyünüz Da Vinci'nin rəsm elədiyi bir şəkildir və bu standart bir insan bədəni sayılır, amma bu sadəcə bir kişi bədənidir. Standart insan kimdir? Müasir tibbi protokolların 80%-də 25-30 yaşında 70 kiloqram ağırlığında olan ağdərli kişi bədəni standart insan modeli olaraq əsas götürülür. Bəs niyə qadınların fizioloji fərqləri, yəni hormonal dəyişiklikləri, metabolizm sürətləri, yağ paylanmaları kənar faktor olaraq qəbul olunur? Cəmiyyətimizin 50%-ni təşkil edən qadınlar niyə kənar faktor olaraq qəbul olunur? Kliniki sınaqlarda qadınların bir istisna olaraq qəbul olunmasından danışmaq istəyirəm. Hansı ki, dərmanların test edilməsində kişilər daha çox iştirak edir. Bunun nəticəsi olaraq qadınlarda əks təsirlər 2 qat daha çox özünü göstərir. Hansı ki, 1433 araşdırma göstərir ki, qadınlar ürək və xərçəng araşdırmalarında kifayət qədər iştirak etmir. Diaqnoz gecikmələrindən və simptom fərqliliklərindən danışmaq istəyirəm. Hansı ki, burada ürək infarktından danışmaq istəyirəm əsas məsələ olaraq. Sizə sual vermək istəyirəm. Ürək infarktı deyəndə ağlınıza ilk hansı simptomlar gəlir? Bu sorğunu mən auditoriyada keçirdim və daha çox eşitdiyim sol qolun uyuşması, sinədə ağrı və s. kimi şeylər oldu. Amma bəs bilirsiniz, bu kişi tipi simptomlardır. Sadəcə susmaq istəyirəm. Çünki bu mövzunu araşdırana qədər mən də sol qolun uyuşması, sinədə ağrı və s. kimi şeylərin ürək infarktının hər kəs üçün simptomları olduğunu düşünürdüm. Amma qadınların çoxunda ürək bulanma və yorğunluq olaraq özünü göstərir və buna görə də ürək infarktı zamanı qadınlara kişilərdən 50% daha gec diaqnoz qoyulur. Əslində danışılacaq çox şey var bu mövzuda. Sadəcə videonu sona qədər izləməyəcəkləri nəzərə alaraq videonu qısa tutmaq istəyirəm. Bu mövzuda fikrimi demək istəyirəm ki, hansı ki mən fərqinə varmışam ki, ürək masajı təlimlərində heç bir şəkildə qadın maketlərdən istifadə olunmur. Qadın maketlər istehsal olunurmu? Sual işarəsi. Nə qədər absurd, nə qədər saçma bir şeydir bu dövrdə. Bu sual altındadır ki, ürək masajı təlimində iştirak etmiş bir həkim və hər hansı bir şəxs bir qadın pasiyentə o hərəkəti düzgün bir şəkildə edə bilərmi? Bu bədən fərqliliyi burada fərq yaradarmı? Təbii ki də yaradar. Qadınlar bizim gələcəyimizdir, gələcəyimizi qoruyaq. Son olaraq demək istəyirəm ki, bu videonu paylaşaq ki, bu sistem bizi görməzdən gələ bilməsin.